Sabahınız xeyir. Suala baxırıq. Deyir ki, yoldaşınızla müzakirə eləyin. How many hours of sleep do you generally need per night? Deyir, adətən bir gecə üçün sənin neçə saat yuxuya ehtiyacın var? What are you like if you don't get enough sleep? Kifayət qədər yuxu almasan, özünü necə hiss edirsən, necə biri olursan? Və sonra deyir ki, yuxu spesialisti tərəfindən yazılmış məqaləni oxuyun və ən doğru başlığı seçin. Bunların da hər şey üzrə bir specialisti var. Eybi yox, gəlin oxuyaq. If you're like many other teens, you like to sleep. Digər yeniyetmələr kimisənsə, sən yatmağı sevirsən. And that's a good thing. Və bu çox yaxşı bir şeydir. But these days, a number of young people are facing sleep problems and this has harmful effects on their body and mind. Amma bu günlərdə bir çox gənc insan yuxu problemləri ilə rastlaşırlar və bunun da onların bədən və beyinlərinə ziyanlı, zərərli təsirləri var. The bad news is that the number of teenagers with sleep problems is rising and this is a real danger. Və pis xəbər ondadır ki, bu sleep problemləri yaşayan insanların zəng gəlmişdir və deyir pis xəbər orasındadır ki, bu yuxu problemləri ilə üzləşən yeniyetmələrin sayı günbəgün artır və bu artıq real bir təhlükədir. While you sleep, your body regularly produces cells that fight infections. Və yatarkən deyir sənin bədənin müntəzəm olaraq infeksiyalarla mübarizə aparan hüceyrələr istehsal edir. If you don't sleep enough, fewer cells are produced and your immune system doesn't work effectively. Və deyir ki, əgər sən yaxşı yatmasan, bu daha az hüceyrələr istehsal olunur və sənin immunitet sistemin yaxşı, effektiv işləmir. As a result, you can become sick more easily və nəticədə sən daha tez xəstələnə bilərsən. Not only your immune system, but also your mind suffers if you don't sleep well. Deyir, nəinki sənin immun sistemin, həm də sənin beynin əziyyət çəkirsən yaxşı yatmayanda. You feel angry or depressed, so you react negatively to almost everything. Sən əsəbi və depressiyalı olursan və demək olar ki, hər bir şeyə negativ, mənfi reaksiya verirsən. A lack of sleep also makes it difficult to have academic success in school. Və yuxunun azlığı, çatışmazlığı məktəbdə akademik uğuru da əldə etməyə mane olur. Neither the students nor the teacher is to blame if the results are poor. Nə tələbələr, nə də müəllim günahlandırılmalı deyir, əgər nəticələr yaxşı deyilsə. According to study, students with poor sleeping habits usually get low exam grades və araşdırmalara görə pis yuxu azlığı vərdişi olan, yəni pis yuxu vərdişləri olan şagirdlər, tələbələr daha aşağı imtahan dərəcələri əldə edirlər. Making good decisions, solving problems and remembering always seem much harder when you don't get a good night's sleep. Düzgün qərarlar vermək, problemləri həll etmək və nələrsə yadda saxlamaq, sən bir gecəlik yuxunu əgər yaxşı ala bilmirsənsə, daha çətin görsənir. Lack of sleep also makes you react to things more slowly. Və yuxu azlığı həmçinin sənin ətrafda baş verən nələrəsə reaksiyanı da yavaşladır. In fact, tired drivers may be responsible for around 20% of all traffic accidents. Və əslində yorğun sürücülər nəqliyyat hadisələrinin təxminən 20%-nə görə məsuliyyət daşıyırlar. If you have sleep problems, please contact us. Əgər səndə deyir yuxu problemləri varsa, bizlə əlaqə saxla. Either our specialist or I am at your service 24 hours a day. Ya bizim mütəxəssislər, ya da ki mən 24 saat ərzində sizin qulluğunuz dayıq.
Və baxaq görək. Causes of sleepiness, yuxusuzluğun səbəbləri. Sleepy drivers, yuxulu sürücülər. The importance of sleeping well, yaxşı yatmağın vacibliyidir uşaqlar cavabımız. And sleepy teenagers, yuxulu yeniyetmələr də deyil. Və gedirik burada, deyir ki, mətndə verilmiş tünd hərflərlə olan ifadələrə baxın və aşağıdakı ifadələri bunlarla tamamlayın. Neither nor, either or, the number of, not only but also, a number of. Gəlin baxaq. Rules means many, so use a plural, a number of. Bu number of. Deyir ki, bu çox mənasında verir və cəm fe'l tələb eləyir. Bu isə the amount of. Qələmini götürün uşaqlar. Burada e artiklı ilə olanda bilin ki, nəyinsə bir çox mənasını verir. Yəni many'nin sinonimidir. Amma z artiklı ilə olanda the number of, bu nəyinsə sayının miqdarını göstərir və biz onunla singular verb istifadə edirik. Yəni fe'l təkdə olacaq. Və in the expressions, bu digər expression ifadələr var. Neither nor, either or, ondan sonra not only but also. Bu ifadələrdən də the noun closest to the verb determines that the verb is singular or plural. Deyir ki, bu ifadələrdə də fe'lə yaxın olan isim təyin eləyir ki, fe'l təkdə olsun, yoxsa cəmdə olsun. Və uşaqlar 183-ə deyir, gedin orada baxın. Və subject verb agreement, mübtəda xəbər uzlaşmasına neçə? 183. Okay, yaxşı ki, gedək baxaq. Okay, baxın, a number of bu cəmdə olacaq mütləq. Baxın, a number of cəmdə. The number of sayının miqdarını dediyinə görə burada xəbərimiz təkdə olacaq. Neither norda isə uşaqlar, burada xəbərə yaxın olan, yox, bir dəqiqə, xəbərə yaxın olan budur. Düzdür? Bu bizim bir fe'limizdir, xəbərimizdir. Xəbərə yaxın olan mübtəda ilə deməli xəbər uzlaşır. Əgər, yəni baxın, bu cəmdədir, düzdür? Amma bizim fe'limiz təkdədir. Yəni, nə ilə uzlaşır? Xəbərə yaxın olanla. Həmçinin bunda. Oradan sonraki, yəni nordan sonraki mübtədəyə baxacağıq. Burada oradan sonraki mübtədəyə baxacağıq. Cəmdədir, bunda da aris. Burada da həmçinin but also-dan sonraki mübtədəyə baxacağıq. Mübtədamız təkdədir. Ona görə də xəbərimiz təkdə olacaq. Neçənci səhifədə idik biz? Neçənci səhifədə idik? Nə bilim, neçənci səhifədə idik? 130-a verək, görək. Bir dəqiqə uşaqlar, mən səhifəni tapım. Okay, deməli, və gəlirik burada. Heç bir cümləni oxumuram, cümləni oxumaya ehtiyac yoxdur. My teacher, oradan sonraki mübtədəyə baxacağım, was olacaq. Düzdür? Burada a number-dırsa, düzdür? Dedik, xəbəri cəmdə tələb eləyir. Heç oxumuram. Burada but also-dan sonraya gələn mübtədəyə baxacağım, xəbəri təkdə verəcəm. Sonra, burada da oradan sonra chatting on phone, deməli, gerunddur. Gerund olan həmişə xəbəri tək deməkdir. Sonra the number xəbəri təkdə istəyir. Sonra burada oradan sonraki mübtədəyə baxacağım, xəbər cəmdə olacaq və burada elektronik cihaz xəbəri equipment ümumiyyətcə sayılmır və xəbəri təkdə verəcəm.
Yəni bu qədər sadədir uşaqlar. Və indi isə deyir ki, ümumiyyətlə bu əvəzlikləri uşaqlar siz 8-ci sinifdə keçmisiniz. Either or nə deməkdir? Ya da, neither nor nə də, not only but also, nəinki hətta. İndi gəlin bunları deyir qoyun, cümlələrə yerləşdirin, gəlin bir yerdə eləyək. All my family members have good sleeping habits. Bütün ailə üzvlərinin hamısının yaxşı yatmaq yuxu vərdişləri var. Neither my parents nor my brother sleeps late. Nə valideynlərim, nə də qardaşım gec yatır. I'm thinking either you or I am thinking of giving up on it. Aha, nə sən, nə də mən. Burada neither nor olacaq, okay? Neither nor. Neither you nor I am thinking of giving up unhealthy habits. Yox, unhealthy deyir axı uşaqlar. Okay. Burada nəinki sən, deyir həmçinin mən, hətta mən. Not only, bax bunu yazacaq. Birinciyə bunu yazacaq. Not only you, but also I am thinking of giving up unhealthy habits. Deyir, nəinki sən, həmçinin mən də bu qeyri-sağlam, pis vərdişləri tərk etmək barədə düşünürəm. Yaxşı oldu ki, biz bunu vaxtında dərk elədik. I'll be alone on my birthday. Ad günümdə tək olacağım. Bildik ki, burada heç birisi gəlmir. Neither nor. My family, nə ailəsi gəlmir, nə dostları gəlmir. Don't worry, narahat olma. Ya deyir, either our uncle or Murad is going to pick you up at the airport. Narahat olma deyir, ya bizim əmimiz, dayımız indi kimdirsə, ya Murad səni aeroportdan götürəcək. One of them will be definitely. Görürsüz seçimi. Onlardan biri mütləq orada olacaq. One ticket, bir dənə ticket varsa deməli tək gedir. Burada neither nor olacaq. Deyir, nə dostum, nə qardaşım mənlə getmir sinemaya. Sonra deyir ki, mən hər ikisini tövsiyə edirəm. Onda burada not only but also ola bilər. Deyir, nəinki Barcelona, hətta Madrid də çox yaxşı bir tətil seçimidir. Mən hər ikisini məsləhət görürəm. Do a survey about sleeping habits of your classmates. Deyir, sinif yoldaşların arasında yuxu, yatmaq vərdişləri ilə bağlı bir sorğu keçir və daha sonra bir report hazırla və bu sözlərdən istifadə elə. Deyir və suallar bunlardır. How often has poor sleep troubled you recently? Deyir ki, pis yatmaq vərdişi son dövrlərdə sənə nə qədər əziyyət verib? How many nights a week do you think you get poor sleep? Və həftədə neçə gecə sən, neçə gün pis yatırsan, yəni pis yuxu alırsan? How many hours of sleep do you get in 24 hours approximately? Təxminən 24 saat ərzində neçə saat yatırsan? How often do you feel sleepy in the daytime while studying? Dərs oxuyarkən gündüz vaxtı, yəni tez-tezmi yuxulu özünü hiss edirsən? On average, what time do you usually go to sleep? Və ortalama saat neçədə yatmağa gedirsən? Did you get good quality sleep when you were a child? Uşaq olarkən keyfiyyətli yuxu alırdınmı? Okay, grammar beni sonra izah eləyərəm növbəti videoda. Bu qədər uşaqlar. Sağ olun, bəyənin, abunə olun. Görüşərik.